Təsəvvür et, yer kürəsini tam ortasından deşib bir tunel açırıq. İndi isə içinə tullanırıq. Səncə nə baş verər? İlk olaraq vacib bir fakt. Yer kürəsinin mərkəzinə yaxınlaşdıqca temperatur minlərlə dərəcəyə çatır. Orada qayalar belə maye kimi axır. Amma fərz edək ki, sehirli bir tunelimiz var və heç nə çökmür. İçəri tullandıqda nə olar? Əvvəlcə sürətlənərik, çünki yer bizi öz mərkəzinə doğru çəkir. Mərkəzə çatanda isə çəki demək olar ki, sıfıra iner. Bir anlıq havada asılı qalardıq. Sonra nə baş verər? Eyni sürətlə digər tərəfə doğru qalxmağa başlayardıq. Sürtünmə olmasa, tam qarşı tərəfə qədər çatardıq. Bu cür elmi mövzular maraqlıdırsa, indi videonu bəyən və davamı üçün səhifəni izlə. Amma reallıqda belə tunel mümkün deyil. Yer daxilindəki təzyiq və istilik istənilən materialı əridər və məhv edərdi. Üstəlik, hava müqaviməti olsaydı, biz mərkəzə çatmadan sadəcə dayanardıq. Yəni, yer kürəsini deşmək sadəcə fantastik ideyadır. Amma fizika qanunları göstərir ki, təbiət düşündüyümüzdən də maraqlıdır. Sən bu tunelə tullanardın, fikrini şərhlərdə yaz.